Salam əziz şagirdlər, əziz balalar. Demək, bayaqdan kanalda hazırlayıram. Həmişə etdiyim əməliyyatlardır da. Məsələn, neçə dəfələrlə canlı açmışam, bunu etmişəm. Bu dəfə edə bilmərəm. Sanki kanala elə bir ki, qıraqdan müdaxilə edirlər. Nə bilim, eyni əvvəl etdiyim işləri indi edirəm, alınmır. Sanki qıraq müdaxilədir. Ona görə məcburam indi təzədən bu videonu hazırlayıram. Yükləyəm internetə. Demək belə, bərabər hündürlüklü iki silindirin oturacaqların diametri D1 bərabər 10, D2 bərabər 5'dir. Bizə deyir V2 böl V1 nisbətini tapın. V2 böl V1, yəni həzmlər nisbəti. Onların oturacaqların diametrləri nisbəti, radiusların nisbəti, məsələn, silindirlərin hündürlüklərinin nisbəti, hamısının yəni kubuna bərabər olur. Vəssalam. Yazdıq bunu. D2 böl D1'in kubu. D2'nin yerinə 5 yazdım bura. Onu da yazdım bu D1'in yerinə bu. Yəni bura. 5 ilə onu ixtisar yapardım. 2'də 1. 2'də 1'in kubu 8'də 1. Güzel növbəti yəni. Demək, iki oxşar çoxbucaqlının üç bucaq götürdüm, oxşar çoxbucaqlar. Birinin tərəfi 6, birinin tərəfi 10'dur. Birinci çoxbucaqlının perimetri 42'dir, ikinci çoxbucaqlının perimetrini tapın. Bunu da x ilə işarələdim. Tərəflər nisbəti perimetrlər nisbətidir. 6 böl 10 bərabər nə? 42 bölünsün x. 42'nin 6 xısa gedir, qalır 7. X bərabər 7 vur 10 bərabər 70. Baxaq, 63'ə x bərabər -1 verib. Deyir, bu ifadənin qiymətində var. Bayaqki videoda bunu yazırdım. Sonra bu da baxdım, gördüm YouTube'da göstərmirik. Həmişə açdığım canlıdır. Niyə belə olur? Demək, x-in yerinə var, x-in yerinə yazıram -1'i. Olur x-in kubu, yəni -1'in kubu. 2 vur -1'in kubu eləyir -2. Sonra bunun yerinə yazıram -1'i. Yəni 3 vurursun -1'in kvadratı. Bu kvadrat mənfini aparır. Eləyir müsbət. 3'ü 1'ə vururam, eləyir 3. Çıx, bu x-in də yerinə -1 yazanda olur. Çıx, 3 vur -1. -3'ü -1'ə vururuq, olur müsbət 3. Üstə gəl 1'də burada yerində. Demək belə. Bu da elədi nə? 3 üstə gəl 3, 6, 6 üstə gəl 1, 7, 7'dən 2 çıxdım 5. Cavab D variantı. 64. Düzbucaqlı üçgen katetləri verilib. 9 və 12'dir. Düzbucaqlı üçgen sahə düzdür. Burada 2'də 1 vur katetlərin hasılı A vur B. A'nın yerinə 12 yazır. B'nin yerinə 9 yazır. 12 ilə 2 xısa gedir, qalır 6. 6 daha 9, 54. Ara 7. Buyur. Hansı üstü? C variantı. 54 kvadrat santimetrede öz yerində. C variantı. Deyə belə bir düsturumuz var. Kosinüs alfa vur. Kosinüs beta üstə gəl. Sinüs alfa vur. Sinüs beta bizə kosinüs alfa çıx bettanı verir. Elə bir alfanın yerində bu, yəni bettanın yerində bu. Kosinüs 7 alfa vur, kosinüs alfa üstə gəl. Sinüs 7 alfa vur, sinüs alfa. Kosinüs alfa çıx beta düsturum verir. Yəni kosinüs 7 alfa çıx alfa. 65 hardadır? Yedi alfadan alfa çıxıram 6 alfa. Kosinüs 6 alfa D variantı. Sürəti 15 olan düzgün olmayan kəsirlərdən təsadüfi seçilən birinin tam ədəd olması hadisəsinin ehtimalını tapın. Sürəti 15 olan düzgün olmayan kəsirlərdən baxın. 1'də 15, 2'də 15, 3'də 15, gəlir axırda 15'də 15'də deyənlər. Neçə dənə kəsir var burada? 15 dənə. Mümkün hallar 15. Tam ədəd olması üçün 15 gəlib məxrəzdəkinə bölünür. 15 neçəyə bölünür? 1'ə bölünür, 3'ə bölünür,
5'e bölünür. Bir de 15'e bölünür. Neçədən oldu? 4 dənə. Deməli tam ədəd olması ehtimalı 15 dənədən 4'üdür. Ne variantı? A variantı. (67) Loqaritm 3 əsasdan x çıx 3 kiçik bərabər 0. Burada x çıx 3 nə olur? Kiçik bərabər olur nədən? 3 üstü 0'dan. Loqaritm bərabərsin həll qaydasına görə. X kiçik bərabər 3 üstü 0 1'dir də. 3'ü də keçirdən 1 gətirib olur üstü gəlir. X kiçik bərabər 4'dən və loqaritmin xassəsinə görə x çıxış gərək 0'dan böyük ola ki, loqaritmin mənası olur. X böyük 3'dən. Deməli 3'dən böyük 4'dən kiçik bərabər. Cavab oldu 3'dən 4'ə. Bu düz mötərizə, bu əyri mötərizə. Hanı? C variantı. Hələ ki suallar rahat gedir. Deməli, qrupda 20 tələbədən 15'i riyaziyyatdan 16'sı fizikadan məqbul qiymət alıb. Deməli, bu riyaziyyat olsun. 15 nəfər. Fizikadan isə 16 nəfər məqbul, yəni keçib, qiymət alıb keçib. 3 tələbə bu fənlərin heç birindən qiymət almayıb. Deməli, 20'dən çıxıram 3'ü bərabər 17 tələbə. Deməli, bu 3 nəfər, bura aidiyyəti yoxdur. 17 nəfərin bura aidiyyəti var. Deməli, bu 15'dir, düzdür mü? 15'i üstə neçə gələn 17 inir? 2. 15, 2 oldu 17. Bura 16'dır, düzdür mü? Töv. Burada da olacaq bir dənə. Olacaq 16, 1, 17. Orta nə olacaq? Bu çoxluların kəsməsini tapmaq üçün belə nə edirik? Hər ikisini toplayırıq, çıxırıq. Ümumi sayı 17'ni çaşın. Çaşdım. 14 nəfər. Bax, həqiqətən bax. 14 ilə 2 16'nı verir. 14 ilə 1 də toplayanda 15'i verir. Tələbələrdən neçə faizi hər iki fəndən məqbul qiymət alır. Deməli, 14 dənə tələbə məqbul qiymət alır, düzdür mü? 14 nəfər tələbə, yəni bütöv tələbələrin neçə faizidir? 20 tələbənin. 14 bölümü vurur. 2 ədədin faiz nisbətinə görə. 5 dəfə 14. 70% A variantı. Bunlar eyni kökə göndərib. 162 vur 2. 324 deyədə onsuz da var. Bunu 324 yazım da böl 16. 162 2. İxtisar aparmıram. Kökdən çıxardım, sonra aparıram. 324'dən 18 çıxır kök. 16'dan 4 çıxır. 18'dən 4 gedir. 9, 2. 9'da 2'ye verirəm. 4 tam onda 5. Vəssalam. Sadə sualdı. 72 çıx 3x kiçikdir 7 çıx 5x. Mənfi 7 çıx 5x. Ən böyük tam həllini tapın. Tapaq da. Deməli, mənfi 3x. 5x keçirdim, 1 gətirib olur. Üstə gəlir 5x. Keçən də işarə edək. Kiçikdir. Mənfi 7. 2'ni keçirdim, 1 gətirib işarə dəyişir. Bu eləyir müsbət 2x. Bu dedir mənfi 9. X kiçikdir. 9'u 2'ye bölürəm. Eləyir mənfi 4 onda 5. Mənfi 4 onda 5'dən kiçik tam ədədlər hansılardır? Mənfi 5, mənfi 6. Bax, belə deyildi. Mənfi 4. Mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8. Bu cür düzdüyüm ədədləri. Mənfi 4 aid deyil burası. Çünki mənfi 4 onda 5. Mənfi 4 ilə mənfi 5'in arasına aid. Bizə aid olan tam ədədlər bunlardır. Bunların içərisində ən böyük mənfi 5'dir. B variantı. Loqaritm 3 əsasdan 81 tapın. 81 3'ü 4'dür, düzdür mü? 4 gəlir qabağa loqaritmin xəssəsinə görə. Olur 4 vur. Loqaritm 3 əsasdan 3. Loqaritm 3 əsasdan 3 də 1'ə bərabərdir. Çünki bu 2 ədəd eyni olanda loqaritm cavab 1 olur. Yəni mənası olmaq şərti ilə də belə deyil.
4'e vururam 1'e olur 4. B variantı. Deməli, bu tənliyi həll edək. Orta amaraza gətirirəm. Bunu vururam 4'e, bunu vururam 5'e. Olur mənfi 20'də 4 üstə gəl. 20'də 5. Deməli, modulda A bərabər 25'də 25'dən 20'də 4 çıxıram edir 20'də 1. Buradan anaya bərabər olur. Müsbət mənfi 20'də 1. Y variantı. Yetmiş üç. Belə bir düsturumuz var. A bölü sinüs alfa bərabər B bölü sinüs beta bərabər C bölü sinüs gamma. Deməli A 8'dir, sinüs alfa, yəni sinüs 30 dərəcə. 1 başa 2 də 1'dir, bərabər. B yoxdur, biz C ilə işləyəcəyik. C bölü sinüs gamma. Gamma 60 dərəcədə, yəni sinüs 60 dərəcədə kökdə öz bölünsün 2'dir. Burada eyni, tənasübdə eyni yerdədir, onları ixtisar apardım. 2'lər getdi, hər tərəf elə bir. Vurdum 2'yə o cür. Belə. Buradan C nəyə bərabərdir? 8 kökdə ölçə tənasüb kimi. C-ni 1'ə vururam. 8'də kökdə ölçə vururam. Elə bir hər tərəfi 2'yə bölməklə və ya 2'də 1'ə vurmaqdan 2'lərə apardım. 74'ə baxaq. P 5'dən 5'ə vur. C 6'dan söz C 6'dan 4'ə. Bölünsün P 7'dən 3'ə. P 5'dən 5 ilə 5 faktorial deməkdir. Demək C 6'dan 3'ə belə bir düsturumuz var. C n'dən K'ya bərabər n faktorial bölünsün K faktorial vur. Bura yerləşdirəmədim. Vur n çıx K faktorial. Demək C 6'dan 3 olur. 6 faktorial böl. 3 faktorial vur. 6 çıx 3 faktorial, yəni 3 faktorial. Üstə gəl C 6'dan 4'ə də 6 faktorial böl. 4 faktorial vur. 6 çıx 4, 2 faktorial. Məxrəcdə P 7'dən 3'ə. P n'dən K'ya. P n'dən K'ya bərabər n faktorial böl. N çıxsın K faktorial. 7 faktorial böl. 7 çıxılsın 3. 4 faktorial. Bunu ayrı-ayrı eləsək daha yaxşı olardı. Neyse 6 faktorial'la 3 faktorial ixtisar geçsə qalır nə? 4 vur, 5 vur, 6. 3 faktorialda 1 vur, 2 vur, 3'dür. 1 vur, 2 vur, 6. 6 ilə də 6 gedir. Demək belə. Mötərizdə qaldı nə? 4 vur 5. Üstə gəl. 6 faktorial ilə 4 faktorial ixtisar gedir, qalır 5 vur 6. 6 ilə də 2 gedir, qalır burada 3. 5 vur 3. Burada bu ikisini ixtisar aparsaq, 7 faktorialın yerinə yazır. 5 vur 6 vur 7. 5 faktorialda 1 vur 2 vur 3 vur 4 vur 5. 120'dir, düzdür mü? İndi bu 5 vur 6 30'dur. 30 ilə 120 gedir, qalır 4. %20, bu da 15 eləyir 35. 35'i bölürəm 7'ye 5. 4 vur 5. Cavab 20. Demək, əgər alfa üstə gəlib beta 90 dərəcə olarsa, sinüs alfa kosinüs beta'ya bərabər olur. Tangens alfa kotangens beta'ya bərabər olur. Bizə bu lazım əsas. Diqqət edin. 15'in üzərindən isə gələndə 90, 75 gələndə, düzdür mü? Yəni bu 75'in üzərinə 15 gələndə 90 edirsə, sinüs 75 dərəcə bərabər olur kosinüs
15 derəcəyə. Sinüs kvadratı 70 olur. Kosinüs kvadratı 15. Buradan alınır ki, sinüs kvadrat 15 dərəcə üstə gəl. Bax bu, yəni bu. Kosinüs kvadratı 15 dərəcə. Bu da elədir 1. Üstə gəl. 55-in üzərinə neçə gələndə? 90 eləyir. 35 dərəcə gələndə. Deməli, sinüs kvadratı 55 bərabər olur. Kosinüs kvadratı 35. Yəni, sinüs kvadratı, bax, bu ifadə 35 üstə gəl. Kosinüs kvadrat 35 dərəcə. Bu da 1-ə bərabərdir. Sinüs kvadrat alfa üstə gəl. Kosinüs kvadrat alfa 1-ə bərabər olduğundan. Demək, 1 üstə gəl 1. Cavabımız olur neçə? 2. 76-ya baxaq. Daxili bucaqların cəmi 2160 olan qabarıq çoxbucaqlının bir təpədən çəkilən diaqonalların sayı. Bir təpədən çəkilən diaqonalların sayı n-3-dür. Əvvəl n-i tapaq. Daxili bucaqların cəmi 180 dərəcə vur n-2 deməkdir. 2160. Hər ikisini böldüm ona. 216-nı 18-ə böldü eləyir. 12 dənə, burada da 1 dənə. N də bərabər olur nəyə? 12 üstə gəl 2. Bərabər 14. Bizə deyil, n çıxışı tapdınız, değil mi? N çıxışı 14 çıxışdır. Cavab oldu 11. 77-yə baxaq. 3 rəqəmli ədəd 4 ədəd ilə qurtarır. Deməli, A, B və 4. 3 rəqəmli 4 rəqəmi ilə qurtarır. Bu rəqəmi pozduqda alınan 2 rəqəmli ədəd yenidən verilən ədəddən 472 vahid kiçik olar. Bu 4'ü pozanda burada AB qalır. Demək, bu ifadədən bunu çıxanda 472 edir. Belə yazaq da bunu alt-alta çıxaq. Üzərində xətti buna. Çıx AB bərabər 472. 4-dən neçə çıxanda? 2 edər. 4-dən 2 çıxanda 2 edər. Sonra demək B oldu 2. Demək B'nin yerinə 2 yazırım. 2-dən də neçə çıxsaq? 7 eləyər. 2-dən də neçə çıxanda 7 eləmir. 12-dən 7 çıxırıq. 12-dən 5'i çaşdım, üzrü sayın. Fikrim 7. 5 çıxır 7 eləyir. Deməli A oldu 5. İndi bu qıraqda bir dənə yazaq. Demək 524-dən 52-ni çıxanda eləyir 472. Bəli, bu ədəd və 3 rəqəmlərdir. 524. Cavabımız oldu 524. Yetmiş 8'e baxaq. Demək burada və burada və burada y bərabər x üstəgəl 3 yaza bilərik. X-i keçiririk digər tərəfə. Buradan y üstəgəl 1 nəyə bərabərdir? Yerinə yazıram bunu. X üstəgəl 3. Üstəgəl 1 bərabər x üstəgəl 4. Deməli bunun yerinə yazırıq. Y üstəgəl 1'in yerinə yazırıq. X üstəgəl 4. 21 bölü x üstəgəl 4 üstəgəl 13 bölü x üstəgəl 4 bərabər 2'yə. Məxrəc x üstəgəl 4'dür. Sürətlər toplayır, eləyir neçə? 34 bərabər 2. Hər tərəfi 2'yə bölsək, burada 17 qalır. Tənasüb kimi əldə etsək, x üstəgəl 4 bərabər olur nəyə? 17 vur 1'ə. 17. Buradan x bərabər 17 çıx 4, x bərabər 13. X'i tapdıq. Bizim y'imiz var axı. Y bərabər x üstəgəl 3 burada verilib, düz değil mi? 13'ü yazıram x'in yerinə. 13 üstəgəl 3 16. Bizə nəyi deyir tap? X üstəgəl y tap. Yəni 16. X neçə olmuş? Nəsə yoruldum. 13
X 13, Y de 16. Elə de 29. Yetmiş 9'a baxaq. Deməli, birinci məhluldan 150 qram. Birinci məhlul 150 qram. Demək belə, cədvəldə duz və sudun ibarət iki məhluldan faiz tərkibi haqqında məlumat verilir. Birincidən 120, ikincidən 350 qram qarışdırıb üçüncü məhlul alınır. Cədvələ əsasən Q çıxsın P fərqini tapın. Deməli, birinci məhlulun 20% duzdur, düzdürmü? Deməli, 150 qram 20%li məhlul olur. İkinci məhlul, 90% sudursa, ikinciyə baxın. 90% sudursa, deməli, cəmi 100% də axı. 10% bunun duz olacaq. Yəni 350 qram 10%li duz. Toplayanda bunları üçüncü alırıq. Bunların cəmi neçə eləyir? 500 qram neçə faizli? 2%. Buradan qramı silək, bundan qarışmasın. Nazım. İndi bunu həll edək. Aşağını silim. Məhlul məsələsi yolundan da həll edə bilərik, amma biraz rahat yoldan başa salın. Baxın bura. Deyək, burada nə alınır? 500 var. 500'ün üzrü sayın. 500'ün Q faizi nə eləyir? 500 vururam Q'ya bölürəm 100'ə. Bərabər bu ikisinin cəmi. 150'nin 20% ilə 150 vur. 20 bölü 100 üstə gəl. 350 vur 10 bölü 100. Burada yüzlərə aparmağa ehtiyac yoxdur. Hər tərəfi 100'ə vurmağa ilə. İxtisar aparaq surətlə bərabər. 100 ilə 500 getdi 5. Bu ikisi ilə bu getdi. Bu ikisi ilə də bu getdi. Nə qaldı? 5G. Bərabər 15 vur 2 30. Üstə gəl 35 bərabər 70. 65 çaşdım. 30 65. 65'i 5'e bölürəm. 13%. Bir dəqiqə. Biraz yuxarıya qaldıraq. Bərabər 65'i bölürəm 5'e bərabər 13%. Düzdürmü? İndi P faizi təyir tap. Bu duzuydu. P faiz nədir bəs? Cəmi 100% axı üçüncüdə. 100'dən çıxıram 13'ü 87%. Bizə deyir ki, P çıxılsın P fərqini tap. Üzrsən burada. Qeyni yeni P yazmalıyım. Belə deyildi. Mən qeyd edəndə duzu nəzərə tutmuşam. Amma burada duz qeyd elədim. Demək, çalışmaya əsasən P duzdur. P bərabər 13%'dir. Bu duz oldu. Çalışmanın qeysi. Onda bunu X ilə işarələyək. İşimiz rahat olsun da. Bunu X götürək. Bunu X'i götürək səssən. P oldu 13%. Qeyd oldu 87%. 87'dən çıxıram 13'ü 74. Getməyə vaxt tapdı. %74. İndi baxaq 80-cıya. Hündürlüyü 2 olan düzbucaqlı paralelopedin həcmi bu çox hədisi ilə verilib. Düzbucaqlı paralelopeddir. Hündürlüyü C götürürük bunu. Bu oldu 2. Həcmi A vur B vur C'dir. Və bizə deyir həcmi deyir düstur verir burada 2A kubu çıx 128'dir. Deməli bu ifadə bərabər buna. Yəni A vur B vur C. C də 2'dir. Burada qeyd etmişik. Bərabər buradan 2'nin orta vuruq çıxardıram. Qalır A kubu çıx 64. 64 də 4'ün kubudur. Hər tərəfi 2'yə böldüm. Bizə deyir ki
oturacağın eni açıq 4'dür. Bax, bura açıq 4. Bu A deyil ha. Bu aynen ona qalır. Bura bir dənə başqa hərf yazaq. İşimiz rahatlansın bir dəqiqə. Bura ev yox. Bunun elinə X yazaq. X edək bunu. Deməli, X vursun. B'nin yerinə yazıram. Açıq 4. Bərabər. A kubu çıxdı. 4'ün kubuda A kubu çıx B kubu kimi vurgular ayıram. Açıq 4. A kvadrat üstə gəl AB, yəni 4A üstə gəl B kvadrat. 16. Açıq 4'ə böldüm hər tərəfi. Sözü ki, A da böyük 4'dən verib. Deməli, X bərabər olur nə? A kvadrat üstə gəl 4A üstə gəl 16. Tam səthinin sahəsini modelləşdirən çoxhədlini standart şəkildə yazın. Deməli, bunun tam səthinin sahəsi əziz şagirdlər, S tam bərabər 2 vur. AB üstə gəl AC üstə gəl BC. AB-nin yerində X deyərdi. Yəni XB üstə gəl. X vur B üstə gəl. X vur C üstə gəl. B vur C. X vurulsun B'miz. X vur B buna bərabər idi. Yəni burada 2'lər getdi. X vur B hazırdır bizim üçün. A kıvırcıq 64. 2 vur. Bunun yerine yazırıq. A kıvırcıq 64. Üstə gəl. X burada X tapdıq ki, bu düzdür. X vur C. C də 2'dir. X'in yerine A kvadrat üstə gəl. 4A üstə gəl 16 yazıram. Vur 2. Üstə gəl B vur C. B də açıq 4. Açıq 4'ü vuram C, yəni 2'yə. Üstə gəl. A çıxsın 4. Vurulsun 2. Bunu indi həll edək. 2 vuru saxlayıram. A kubu. Çıx 64. Üstə gəl. Bunu vururam 2'yə. 2A kvadrat. Üstə gəl 4 anı vururam 2'yə. 8A üstə gəl 32. Üstə gəl A'nı 2'yə. 4'ü 2'yə. 2A çıx 8. A kubu. Üstə gəl 2A kvadrat. Üstə gəl 2 8'a eləyir 10'a. Sonra 64'dən 32 çıxıram 32. 32 ilə də 8 eləyir mənfi 40. Modelləşdirdik. Bunu standart şəkildə deyirsə mötərizəni vurub atacağım. 2'ni vururam A kubuna 2A kubu. İşte 2'ni vururam A kvadratına 4A kvadrat. Üstə gəl 20A çıx 80. Bu da oldu standart şəkil. 81'ə baxaq. Silsilə vuruğu 3'də 1'dirsə, 9-cu və 6-cı ədlərin fərqi B9 çıx B6. Deməli, 13-cü və 10-cu ədlərin fərqindən neçə böyükdür? O zaman bölürəm. Bölürəm B13 çıx B10'a. B9'u yazaq. B6 vurulsun Q kubu. Çıx B6. B13'ü yazıram. B6 vur Q üstü 7. Çıx B10'u da yazıram. B6 vur Q üstü 4 kimi. Sürətdən də məxrəcdən də B6'nı orta vuru götürürəm. Yox, sürətdən B6'nı götürürəm. Q kubu çıx 1. Məxrəcdən B6 vur Q üstü 4'ü götürürəm. Yenə Q kubu çıx 1 qalır. Q kubu çıx 1'lər gedir. B6'lar gedir. Qalır 1 böl Q üstü 4. Q'nun yerine 3'də 1 yazıram. 1 böl 3'də 1 üstü 4. O da 1'i 3'də 1 üstü 4'ə bölündə çevril olur. 1'də 3 üstü 4 olur. 3 üstü 4'də 81'dir. Deməli 81 dəfə böyükdür. Həştad 2'yə baxaq. Ox oxuna nəzərən simmetrik olan funksiya verilmişdir. Demək belə. Bunu çəkmək biraz problem olacaq bizə. Demək belə. Burada
J10 bərabər verib -8. Dikkat edin. 10 bura düşəcək. Təqribən 10 düşəcək. Bax bura. J5 -3. Yox. J5 -3'dür. Bax bura. J0 J0 ile J10. Bak buradan burada 5 addımdır. Buradan burada 5 addımdır. Figur simmetrik olduğundan J0 ile J10'un qiyməti eyni olacaq. Demek bura -8 nöqtəsidir. Dikkat edin. Buradan bura 5'dirsə figurlar bu ikine fx ile jx simmetrikdir axı. Burada 5 addım olacaq. Olacaq -5 nöqtəsi. Bizə deyir MNK üçbucağın perimetrini tapın. Bunun rəngin dəyişək rahatlığı olsun. Bizdən bu üçbucağın perimetrini istəyir. Dikkat edin. Bura 8'dir, düzdürmü? Bura 3'dürsə, məsafə 3'dürsə, bu hissə olacaq 5. Biraz şəkini yuxarı qaldıraq. MNK'nı bir daha burada elə belə çəkək. Göynə. MNK. Buradan bura 5, buradan bura 5 düzdürmü? Yəni buradan bura 10. Bu məsafə oldu. Bəs bura dediyim kimi həm bu 5'dir. Onu da oradan silək. Onu biraz aralı yazın. Bura 5'dir. O zaman 10 2'ye bölünəcək. Bu ikisi də 5 olacaq. Bərabər yanında üçbucaqdaq. Düzbucaqlı üçbucaqda katetlər A olanda hipotenuz olurdu A kökdə 2. Deməli bu hissə olacaq 5 kökdə 2, 5 kökdə 2. İndi P üçbucaq MNK-nı tapaq. P MNK bərabərdir nəyə? MN üstəgəl NK üstəgəl MK. MN 10 şəkildə görünür. MK da NK ilə MK da 5 kökdə 2'dir. O deyir 10 üstəgəl 10 kökətdə 2. Uzaq başı oradan da 10'u orta vuruq çıxardacaq. 10 vurulsun 1 üstəgəl kökətdə 2 edəcək. Vəssalam tapdıq. Bu da 82-ci cavab. İndi 83'ə baxalım. Demək C kəsən CD toxunan DB tənböləndir. Tənböləndirsə demək bu bucaqlar bərabərdir. ACD 36 dərəcədir. CAD bucağını tapın. Bura yazaq. Alfa bunu tapaq. Bura alfadırsa sökəndiyi göz 2 alfadır. Vətərlə, bax vətərlə. Bunu bir dəfə qaralayaq bunu. Vətərlə toxunan arasındakı bucaq bu qövsün yarısıdır. Burada oldu alfa və DB də tənbəl olduğuna görə bu 2 dənə bucaq oldu alfa. İndi baxın 3 bucağın bucaqları cəmi neçə dərəcədir? 180 dərəcə. Alfa, bax buradakı alfa 2 alfa bir də 36. Böyük 3 bucağın bucaqları cəmi. Alfa üstəgəl 2 alfa üstəgəl 36 dərəcə bərabər 180 dərəcə. Buradan 3 alfa 180'dən 36'ını çıxıram 144 dərəcə. 144'ü də bölürəm 3'ə neçə eləyir? 48 dərəcə. Bu da belə. Bütün tilləri bərabər olan dördbucaqlı piramida. Bütün tillər A'dır. A. Dördbucaqlı piramida. Elə ki bu piramidanı açılışı bu böyük figurdur. AB'ni verib neçə? 12 üstəgəl 12 kökdə 100.
Və bu hissə A-dır. Bəs bura nədir? Bütün tillər A-dırsa, bu bərabər tərəfli üçbucaq olacaq və bu üçbucaqlar bərabər tərəfli olur. Onların hündürlüyü olacaq bu 2 dənə. Bərabərləri üçbucağın hündürlüyü A kök 4 bölü 2-dir. Buradan AB bərabər olur. H üstəgəl H, yəni 2H. Üstəgəl A. H-ın yerinə yazdıq nə? A kök 4 bölü 2 üstəgəl A. Bu da olur A üstəgəl A kök 4. Və AB-ni bizə verib nə? 12 üstəgəl 12 kök 4. Deməli, A bərabər oldu 12-yə. Tərəfini tapdıq. İndi biz piramidanın həcmini tapaq. Şəkili yenidən çəkək. Şimdi tam yaxşı olmasa da bir tər çəkikdə. Düzdür mü? Tərəf A-dır. On iki. Biz piramidanın həcmini tapmaq üçün piramidanın hündürlüyünü tapmalıyıq və oturacağının sayısı. Diqqət edin bura. Bura bu hissə bunun diagonaldır. Oturacaq kvadratı olduğundan diagonalı düstur A kökdə 2-dir. Yəni 12 kökdə 2. 12 kökdə 2-ni bölürəm 2 yerə eləyir 6 kökdə 2. Bunu göylə yazaq davamını. Deməli, burada 2 yerə bölündü. 6 kökdə 2, 6 kök altda 2. İndi bunun hündürlüyünü tapaq. H kvadrat, Pifagora görə H kvadrat üstə gəl, bax bu. 6 kök altda 2-nin kvadratı bərabərdir A kvadrat, yəni 12-nin kvadratı. Bunu başqa cür yaza bilərdik. H aydın məsələdir ki, orada görünür ki, 6 kökdə 2-dir, orada bərabər yanı düz bucaq da, Pifagordan yazdıq da. Buradan H kvadrat bərabər 12-nin kvadratı, yəni 144 çıx. 6 kökdə 2-nin kvadratı da 6-ın kvadratı 36-dır, kökdə 2-nin kvadratı da 2-dir. O da 144 çıx 72, o deyir 72. H da bərabər kökdə 72, 72 də 36 vur 2-dir. O deyir 6 kök altda 2. Hündürlüyü tapdıq. Bəs S oturacaq nədir? S oturacaq kvadratda axı. Kvadratın sahəsi A kvadrat, yəni 12-nin kvadrat 144. Həcm düsturuna görə 3də 1 S oturacaq vur H-dir. 3də 1 vur 144 vur 6 kökdə 2. 144'ü 3'e bölürəm. 14'ün üstüne 4 dənə 48. 48 də vururam 6'ya. 288 kök altda 2. Keçək indi 85'ə. Yəni, rahat görün. 85. Yine düşdü o yaz. Mərkəz o iki bölüş nöqtəsində olan iki çevrədən birinin diametri AB, digərinin diametri CD-dir. Deməli, onun ətrafında mərkəz O nöqtəsində olan 2-5 nöqtəsi götürək burada. O 2-5 mərkəz oldu bura. 2 dənə çevrədir. Bu şimdi bazı yerde eğmiyor, mərkəz belə. Nöqtəni burada götürək. Deməli, birinin diametri AB. AB. A'nın koordinatları nədir? M, N üstə gəl 1. Yanında yazmadım ki, rahatsın olsun. B'nin koordinatları da N, 2M. Sonra CD var. C və D. C'nin koordinatları
mn. D'nin də koordinatlarını x, y götürək. D nöqtəsinin koordinatlarını tapaq. İndi baxın, əvvəl mn-i tapaq. O nöqtəsinin A ilə B o nöqtəsinin nəzərə simmetrikdirsə, o nöqtəsi olub parçanın elə orta nöqtəsinin koordinatları. Orta nöqtənin koordinatları tapmaq üçün kənar nöqtənin koordinatlarını toplayıb 2-yə bölürük. Burada birinci üstəgəl birinci bölü 2. M üstəgəl M bölü 2 bərabər 2-yə. M üstəgəl M bərabər 2 vur 2, 4. Sonra n üstəgəl 1-lə də 2-mi toplayıram. Bölü 2. O da bərabər nəyə? 5-ə. Buradan alır 2m üstəgəl n üstəgəl 1 bərabər 5 vur 2, 10. Ondan da 1 çıxıram. 2m üstəgəl n bərabərdir 9-a. Tərəf-tərəfə çıxaq. Bax, n-dən n çıxıram 0, 9-dan 5 çıxıram 5. 2m-lə də m çıxıram, qalır m. M bərabər 5-ə. M-i tapdım. İndi m üstəgəl n 4-də axı. 5 üstəgəl n bərabər 4. N bərabər 4-dən 5 çıxıram, mənfi 1. Bunu tapdım. İndi x, y tapaq. Baxın, baxıram bura. M, bu da x. Böl 2 bərabər neçəyə? 2'ye. Sonra n'lə də y'in cəmi böl 2'ye bərabər olur 5'e. Hə, indi bunda bir dənə də rəng dəyişək, hə? Yaşılla yazaq. M neçədir? 5. Yazıram 5. 5 üstəgəl x bərabər 2 vur 2, 4. X bərabər 4 çıx 5 mənfi 1. N-i də yerinə yazıram mənfi 1. Bu mənfi 1-də axı. Mənfi 1 üstəgəl y bərabər 2-ni vururam 5-ə 10. Buradan da y bərabər 10 üstəgəl 1, 11. Tapdıq. Oldu nə? Mənfi 1 və 11. Demək, D-nin koordinatı oldu mənfi 1-dən 11. Əziz şagirdlər, əziz balalar, izahlar anlayırsa kanala abunə olmağı unutmayın. Nə də çətinlik çəkdirsə, həmin çalışma nömrəsini qeyd etsəz daha yaxşı olar. Bir də topulda məsələn hansı bölmədə əziyyət çəkirsə, həm bölmənin adını yazsaz rəylərdə yaxşı olar. Yəni, mən də vaxt olduqca hazırlayaram. Hələlik sağ olun, Allah'a əmanında.